Salam, hər vaxt xeyir olsun, dəyərli izləyicilər. Bu videoda sizlər üçün 2023-cü ildə ikinci qruplar üçün keçirilmiş birinci qəbul imtahanının riyaziyyat suallarını izah edəcəm. Başlayaq suallara. Birinci sual belədir. Mərkəzi o 3-2 nöqtəsində olan və əmsalı KB2 olan homotetiyada A-2, -1 nöqtəsi hansı nöqtəyə çevrilər? Demək, o nöqtəsi mərkəz nöqtədir. 3-2, A nöqtəsi də -2, -1 deyir. Buna nəzərən hansı nöqtəyə çevrilər? Fərz edirəm ki, açdıq nöqtəsidir. X, Y. K bərabər 2 əmsalı homotetiyadırsa, onda O-dan A-ya qədər məsafə, O-dan A-a qədər olan məsafədən 2 dəfə kiçik olacaq. Yəni, bura qədəri bir K deyirəm. Bura qədər də K olacaq. Onda buradan A nöqtəsinin orta nöqtə olduğunu deyə bilirik. Orta nöqtənin koordinatını tapanda uc nöqtələrin koordinatlarının cəminin yarısı. Yəni 3 ilə x-i toplayıb 2-yə böləcəyik. X plus 3. 2-yə bölüb -2-yə bərabər edəcək. X plus 3 eləyəcək -4. X olacaq -7. X-i -7 olan bir dənə cavab var. B variantı. Və y-in də tapanda y üstə gəlsin -2 bölü 2 bərabərdir -1-ə. Buradan y plus -2 bərabərdir -2, y də 0 eləyəcək. Demək, doğru cavab B variantı olacaq. Növbəti suala diqqət edək. Poliqramın hündürlükləri 16 və 12-dir. Onun böyük tərəfi. Bilirik ki, poliqramda hündürlüklər, yəni 16-ın 12-dirsə, böyük hündürlük, kiçik hündürlük var da burada. Böyük tərəfi 20-dirsə, böyük tərəfə çəkilən hündürlük həmişə kiçik olur. Onda 20-yə çəkilən hündürlük 12 olacaq. AH bərabərdir BHB üstün əsasına, yəni 20 vurulsun 12 bərabərdir 16 vurulsun x. Buradan 16-nın 12-ni 4 x arasam 4, 3 dəfə, 4 ilə də 20 gedir, 5 dəfə, x olacaq 5 üçün 15. Yəni doğru cavab 15 Y variantı olacaq. Üçüncü sual. A və B natural ədədləri üçün ifadəsinin ən kiçik qiymət aldığını bilərək. Bu ən kiçik qiymət alacaqsa demək 0 olacaq. Çünki modulun ən kiçik qiyməti 0-dır. 5A minus 4B bərabərdir 0. Buradan 5A bərabərdir 4B-yə. A-ya 4K, B-yə də 5K desək, deyir bu 72 bölünsün A plus B-nin ən böyük qiymətini. Kəsirin ən böyük qiymət alması üçün məxrəc ən kiçik olmalıdır. Yəni burada K-ya 1 verəcək. A 4 olacaq, B də 5. 4 ilə 5-in cəmi 9, 72 bölünsün 9. Bu da bizə 8 verəcək. A variantı. Növbəti 4-cü sual. Bərabərçilər sisteminin tam həllərinin sayını tapın. Demək, tam həllərinin sayı. Birinci, bərabərçilər sistemi həll edəndə ayrı-ayrı həll edib kəsişdirmək lazımdır. Birincinin kökləri 2 ilə 6-dır. Böyük bərabər olduğuna görə mənfi sonsuzdan 2 birləşir 6 müsbət sonsuz. 6 müsbət sonsuz. İkincidə də modul x minus 2 kiçikdir 7, yəni x minus 2 7 ilə -7 aralıqdır. 2 əlavə eləsək 9 ilə -5. Bu -5 9 aralığı, bu da mənfi sonsuzdan 2 6 müsbət sonsuz. Bu həlləri kəsişdirsək, demək birinci oldu 2 6. 6-dan sağları almışdı, 2-dən də solları. -5 9 aralığı yerləşir burada. -5 9 da buradadır. Bu da daxil deyil bunlar. Buradan bura qədər. Onda ortaq həlləri buradan bura, bir də burada. Tam həllərin sayını istəyir. -4-dən başlayacaq bunun tam həlləri. -4, -3, -2, -1, 0, 1, 1, 2. 2 də var, çünki 2 daxildir. Bir də 6, 7, 8. 6, 7, 8. Bizdən sayını soruşur. -4-dən 2-yə kimi 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. Demək, tam həllərin sayı 10-a bərabər olacaq C variantı. Şərti ödəyən deyir x və y həqiqi ədədlərinin hasilini tapın. Onda kvadrat düzəldək burada. 5-i 1 və 4 kimi parçalasaq, yəni bu 5-i üstəgəl 1, üstəgəl 4 kimi parçalasaq, x kvadratı çıx 2x üstəgəl 1. Bu bizə verəcək x minus 1-in kvadratı. Y kvadratı üstəgəl 4, y üstəgəl 4-də y plus 2-nin kvadratını verəcək. Kvadratlar cəmi 0 olan ədədin özləri də 0 olur. Ona görə də x 1 olur, y -2. Deyir x, y ədədlərinin hasilini tapın. -1-i -2-yə vuranda -2
B variantı olacaq. Malın qiyməti əvvəlcə 40%, sonra isə alınan qiyməti 50% ucuzlaşdırdılar. Daha sonra yeni qiyməti 25% bahalaşdırdılar. Malın ilkin qiyməti neçə faiz ucuzlaşdı? Demək, əvvəl 40% ucuzlaşıbsa qalıb 60%. Sonra yeni qiyməti 50% ucuzlaşdırdılar. Yarısı da getdi, qaldı 30%. Deyir, sonra 30 yenini 25% artırdılar. 30'u 25% artıranda 30 vur 25 bölü 100. Bu da bizə verəcək 75 bölü 10, 7,5, 37,5 qalıb. Demək, 62,5 ucuzlaşıb. A variantı. 62,5. Tənliyini həll edin. 1 minus kosinus 6x kosinus 3x sinus kvadrat 3x. Demək, sinus kvadrat 3x-i biz dərəcənin azalması düsturuna əsasən 1 minus kosinus 6x bölü 2 yaza bilirik. 1 minus kosinus. Burada ixtisar eləmək olmaz. 1 minus kosinus 6x-i sol tərəfə keçirib mötərizə xaricinə çıxarıq. 1 minus kosinus 6x 2-yə də vururam. Demək, 1 minus kosinus 6x-i çıxardaq. Alınacaq kosinus 3x çıxılsın 2-də 1. Bərabərdə 0. Demək, burada sinus 3x-in bunun yerinə 1 minus kosinus 6x bölü 2 yazım. Elə bir ki, çıxılsın, bərabərdə 0 formasına saldıq. Buradan 1 minus kosinus 6x-i çıxardanda qalır kosinus 3x çıx 2-də 1 qalır. Buradan hasilin 0 olması üçün heç olması 1 0 olmalıdır. Yəni, kosinus 6x 1 olmalıdır ya da kosinus 3x 2-də 1 olmalıdır. Bunu həll edirik. 6x bərabərdir 1 olması üçün xüsusi aldı 2 pika. X olacaq 2 pika bölü 6, yəni pika bölü 3. 2 xəsər getsə. Biri pika bölü 3, bir də 3x bərabərdir. 2-də 1 alır, müsbət mənfi pi bölünsün 3 plus 2 pika. Sonra 2-yə 3-ə bölsəm, müsbət mənfi pi bölünsün 9, üstə gəlsin 2 pika bölünsün 3. Yəni, pika bölü 3 ilə müsbət mənfi pi bölü 9 plus 2 pika bölü 3. C variantı olacaq. 8-ci sual. Limiti hesablayın. N-ə bölsək, məxrəc eləyəcək ki, N-ə böləndə. Surətdə N-i kökün altına salsaq, kökün altında 9 üstə gəl 1 bölü N kvadrat olacaq kökün altında. Bir də 9 bölünsün N olacaq. Limit N yaxınlaşır sonsuza. Burada 1 bölü N kvadratı N sonsuza getdikcə 0-a gedəcək bunlar. Qalacaq kökdə 9 bölü 2. Yəni 3 bölü 2 1,5. Yəni A variantı. Bunu bu bərabərsizliyi 2 üstünə gətirsək, demək 2 üstü 3-də 1 eləyir. Yəni 5 minus 2x bölü 3. İkisi bərabərdir. 8-də 1-i də 2 üstü mənfi 3 yaza bilirəm. Əsas 1-dən böyük olduğuna görə artandır. Ona görə işarə dəyişməyəcək. 5 minus 2x bölü 3. İkisi bərabərdir mənfi 3. Hər iki tərəfi 3-ə vururam. 5 minus 2x ikisi bərabərdir mənfi 9. Mənfi 2x ikisi bərabərdir mənfi 14. X böyük bərabərdir 7 alınır. Yəni 7-dən müsbət sonsuzluq B variantı. Tangens alfa çıxılsın. Tangens betdə vurulsun. Kotangens alfa minus betdə çıxsın. Tangens alfa tangens betdə. Deyir, ifadəsini sadələşdirin. Tangens alfa çıxılsın. Tangens betdə. Bunu yazıram. Kotangens alfa minus betdən yazıram. Tangens alfa minus betdə. Bir bölünsün daha doğrusu. Demək, bu olduğu kimi qalsın. Tangens alfa minus tangens beta. Bunu yazıram. 1 bölünsün. Kotangens alfa minus beta 1 bölünsün. Tangens alfa minus beta. Çıxılsın tangens alfa tangens beta. Üstə gəlsin. Bu da kotangens alfa bölünsün tangens alfa. Kotangens kvadrat alfa da belə deyək. Ya 1 bölünsün tangens kvadrat alfa. Çünki tangens 1 bölünsün kotangens keçəcək surətə. Ya da kotangens 1 bölünsün tangensi keçsin məxrəcə. Yazıram bunu elə kotangens kvadrat alfa. Tangens alfa çıxılsın betanın düsturunu yazsa bunu. Bunun yerinə tangens alfa çıxılsın tangens beta. Bölünsün 1 plus tangens kvadratı. Daha doğrusu 1 plus tangens alfa tangens beta. Demək 1 plus tangens alfa tangens beta. Tangens alfa çıxılsın tangens beta. Bölünsün 1 plus tangens alfa tangens beta. Burada bundan bu gedəcək, surətə gedəcək. Yəni bu məxrəc dədəsində. 1 plus tangens alfa tangens beta surətə qalxacaq. Demək burada qalacaq 1 plus tangens alfa tangens beta.
Sonra çıxılsın. Ardında var idi tangens alfa, tangens beta. Üstə gəlsin kotangens kvadratı alfa. Tangens alfa, tangens beta'ya getdi. 1 plus kotangens kvadratı alfa qaldı. O da 1 bölünsün sinus kvadratı alfa, yəni A variantı olacaq. Loqaritma 3 əsasdan 9 köçdü 3 ifadəsinin qiymətini hesablayın. Loqaritma 3 əsasdan 9 köçdü 3-ü 9'u 3'ün kvadratı, köçdü 3'ü də 3 üssü 2'də 1 kimi yazsam, vurmada qüvvətlər toplanılır. Loqaritma 3 əsasdan 3 üssü 2 plus 2'də 1. Yəni 2 tam 2'də 1, 2'də 5. Bunda elə cavabı elə hazır 2'də 5'ə bərabər olacaq Y variantı. Düzgün kəsib piramidanın oturacaqları çəkilmiş çevrələrin radiusları 25 və 10 olan, hündürlüyü 8 olan 80 cm kəsib bunu yan telini tapın. Düzgün kəsib piramidanın ixtiyari piramidadır. 4 bucağı çəkirəm. Düzgün kəsib piramida. Evet, düzgün kəsib piramida oturacağını deyir. Xariclərinə çəkilən çevrənin radiusları 25 və 10'dur. Demək, bunun xaricinə çəkilən çevrənin radiusu 10'dur. Bu da 25'dir. Onda radius 25'dirsə, yazıram bu 25, burada 10. Buradan hündürlüyü endirirəm. Mərkəzdən mərkəzə də endirirəm. 10'dursa burada 10 olacaq. 25'dən 10 çıxanda bura 15 qalacaq. Hündürlüyü 8 idi. 8'in kvadratının üstünə 15'in kvadratını gələndə 225, 60, 289, 17 olacaq. Yan tel oldu 17. Elə bizdən bunu soruşur. Yan tel bir variant. Konusun doğranı 2/2'dir. Demək, konusun doğranı 2/2'dir. Ox kəsiyinin təpə bucağı 90'dır. Oturacağın sahəsini tapın. Onda bu bərabər yanlıdır. Ox kəsiyi bərabər yanlı düz bucaqdır. Burada 2/2'dir. Onda hipotenuz, yəni diametr, oturacağın diametri olacaq 8, 16, 4. Diametri 4 olacaqsa radius 2 olacaq. Oturacağın sahəsi s pi r kvadratı. Yəni 2'nin kvadratı 4 pi olacaq. Yəni doğru cavab C variantı. 14-cü sualda funksiyanın ibtidai funksiyasının ümumi şəklini fx olacaq. 10x üstü 9 ise 10 vurulsun. X üstü 9'un üstünə bir 10 bölü 10. Üstündə ibtidai funksiyası 3x plus c. Onlar gələcək, yəni x üstü 10 plus 3x plus c y variantı olacaq. 15-ci sual. Beta kör bucaq, qamma açıq bucaq və beta kör bucaq, qamma açıqdırsa, qamma açıqdırsa 180 dərəcədir. Onda alfa ilə betanın cəmi 120 dərəcə. Alfanın ən böyük qiymətini istəyirsə, onda beta ən kiçik olmalıdır. Beta kör bucaqdır. Körlərin içində ən kiçik 91 dərəcədir. Yəni tam bucaqdan söhbət gedir. Onda 120'dən 91 çıxanda bu da 29 dərəcə gələcək. Demək, doğru cavab D variantı. 16. Diametri AC olan çevrədə AMB qövsünün uzunluğu 6 pi'dir. BNC qövsünün uzunluğu isə 2 pi'dir. Onda yarım qövs 8 pi'dir. Çevrənin uzunluğu 2 pi'dir, yarısı pi'dir. Pi'er əgər 8 pi'dirsə, onda R olacaq 8. Bizdən çevrənin radiusunu istəyir. B variantı. 17. Biri digərinin alt çoxluğu olmayan. Alt çoxluğu olmayandırsa, yəni bir digərinin içərisində yerləşmir. A və B çoxlarının birlə kəsişməsi 4'dür, ümumi də 12'dir. B'nin ən çox olması üçün alt çoxluq deyilsə, ən azı bir dənə element burada olmalıdır A-da. Onda 5, burada oldu 7 dənə, 12 olmalıdır. Onda B'nin ən çoxu 7 üstə gəl 4, 11 dənə ola bilər. 18. Tənliyinin köklərinin kvadratları cəmini tapın. Bunu sol tərəfə keçsək, demək kökdə 10 plus y üstə gəlsin kökdə 10 minus y bərabərdir kökdə 20'yə. Hər iki tərəfi kvadratı yüksəldirəm. Birincinin kvadratı 10 plus y üstə gəlsin birinci ilə ikincinin hansının ikimisli. Yəni 10 plus y 10 minus y o deyir 100 minus y kvadratı.
Üstəgəl ikincinin kvadratı 10 minus y bərabərdir 20-yə. Kvadrat yüksəltdik. Y-lər gedəcək. 10 plus 10 20 eləyəcək. Elə bu da 20 ilə gedəcək. Və bunlar getdi. Kök altında 100 minus y kvadratı 0 eləyir. Y kvadratı 100, y olur müsbət mənfi 10. Onda köklərin kvadratları cəmi. Onun kvadratı ilə mənfi 10-un kvadratı. Cəmi eləyəcək 100, 100, 200. C variantı. ABCD kvadratında ADM bu bucaqla MDS bu bucaq bərabərdir. Onda 45-45-dir də kvadratdırsa. MK MD'yə perpendikulyardır. MD 11 köşdə 2'dir. 11 köşdə 2'dirsə, onda buradan mən üzə aşağı hündürlüyü endirirəm. 90 dərəcə. Bərabər yanı düz bucaq alalım. 45, burada 45 olur. 11 köşdə 2'dirsə 11, 11 düşür bunlara. AK'nı da 6 verib. Olarsa BK'nı istəyir. BK buranı. Onda buradan bura perpendikulyar indirirəm. Bura 6'dırsa, burada 6 olacaq. 11'in 6'sı gezir 5 qalacaq. Bura 90 idi axı. Yuxarı 45 idi. Burada 45 qalacaq. Onda bura ilə bura eyni olacaq. Yəni 5'dirsə, diqqət edin, bura 5'dirsə, burada 5 olacaq. Bura 5'dirsə, aşağı da 5 olacaq. Onda 5, 11. Cəmi elədi 16. Onda burada 16 olacaq. 16'dan 6'sını çıxıram, qalır 10. Demək, 19'da cavab 10 qalacaq. 20. Z bərabərdir 2 minus y kubu kompleks ədədinin modulunu tapın. Yəni, modul Z ilə 2 minus y'nin kubudursa, elə modulun kubu olacaq da. Yəni, 2 minus y'nin kubu da kök altında həqiqi və xəyali hissələn kvadratlar cəmi. 2'nin kvadratı 4 üstə gəlsin 1'in kvadratda 1. 4 üstə gəl 1'in kubu olacaqdır. Kök altında 5'in kubu. Kökdə 125. O deyəcək 25 vur 5, 5 kökdə 5. A variantı olacaq. 21. Fx bərabərdir bu funksiyası üçün f'1'i tapın. Fx bərabərdir. Bölmənin paylanma xassəsini tətbiq eləsək. X bölünsün x kubu. Ya x'i mötərizə xaricinə çıxardaq. X kvadratın burada qalacaq. X'a bölsək. 1 plus x də surətdə qalacaq. Nisbət kimi də baxa bilərik. Ailəli parçalayıb da yaza bilərik. Bölürəm. Demək 1 bölünsün x kvadratı üstə gəlinsin. 1 bölünsün x. Bunu da x üstü mənfi 2, üstə gəl x üstü mənfi 1 kimi yazsam, f'(x) olacaq. Mənfi 2 gələcək qarşıya. X üstü mənfi 3, üstə gəlsin. Bu da mənfi 1 bölünsün x kvadratı olacaq. Mənfi 1 bölünsün x kvadratı. Yəni mənfi 1 vurulsun x üstü mənfi 2. Bu cür. 1 qoyacaq yerinə. Olacaq 1 qoyanda 1 üstü mənfi 3 yenə 1 eləyəcək. 1 üstü mənfi 2 də yenə 1 eləyəcək. Qalacaq mənfi 2 üstə gəl mənfi 1. Yəni mənfi 3. Y variantı olacaq. 22. A, B vektorları verib. A-nın S-nin skalerası 2, B-nin S-nin skalerası 7 olarsa S vektorunun uzunluğunu tapın. Demək, S vektoru götürürəm. Komponentlərini x, y götürürəm. AC vektorunun skalerası 2-dirsə, onda mənfi 1'i vuranda x-a mənfi x. Üstə gəlsin 4y 2'yə bərabərdir. BS isə 7'dir. Onda 4 vurulsun x. Çıxılsın 1 vurulsun. Üstə gəlsin mənfi 1 vurulsun y. Yəni çıxılsın y. Bərabərdir 7. Bunu həll edək. Aşağını 4'ə vururam. Bu bizə verəcək 16x minus 4y bərabərdir 28. Bu da mənfi x üstə gəl 4y bərabərdir 2. Tərəf toplayanda 4y'lər gedəcək. 15x bərabərdir 30. X 2 olacaq. X 2 olandan sonra gətirib yerinə yazaq birində. Məsələn, burada yazıram. 4, 2'nin 8 çıxılsın y bərabərdir 7. Y olacaq 1. Demək, x 2, y 1. 2 ilə 1 oldu. Onda S-nin uzunluğu olacaq. Kök altında 2'nin kvadratı üstə gəl 1'in kvadratı. 4 üstə gəl 1. 5 kökdə 5 olacaq. D variantı. Verilmiş 3 bucaqda kosinus alfa 7 böl kökdə 8'dir. A kvadratı B kvadratda S kvadratı olarsa, demək düz bucaqlı 3 bucaqlı. Çünki Pifaqor teoremi ödənib.
A kvartı üstəgəl B kvartı C kvartı demək C hipotenuzdur. Yəni 90 buradadır. Onda kosinus alfanın bitişik qatilinin hipotenuza nisbəti B bölünsün C-ni 7 bölünsün kökdə 58 yaza bilərik. B-nin C-yə nisbəti 7 kökdə 58 isə onda B-yə 7K, C-yə kökdə 58K yazsaq, Pifagor teoreminə görə kökdə 58K-nın kvartı 58K kvartı edəcək, 49 eləyəcək, 9 qalacaq, 3K-da bu olacaq. Gətirib bunları yerinə yazıram. 4B çıxılsın A bölünsün A plus B-ni bizdən istəyir. 4B yəni 4, 7, 28K çıxılsın A yəni 3K bölünsün A plus B yəni 3K üstəgəl 7K 10K. 28K'dan 3K'nı çıxanda 25K bölünsün 10K. K'lar gedəcək 25'i 10'a böləndə 2,5 olacaq. B bərabərdir 11 olarsa kəsrin qiymətini hesablayın. Bunu B üstü 4 üstəgəl 4'ü B kvadratının kvartı üstəgəl 2'nin kvartı kimi yazsaq. Yəni B kvartı üstəgəl 2'nin kvadratı bir də onların hasilinin kimisini çıxılacaq. 2 vurulsun B kvartı vur 2. Bu da bu surətdir. B kvartı üstəgəl 2'nin kvartı çıxılsın 4B kvartı. Bu da 2B'nin kvadratı. Bunda bir fərq biləcəm kimi yazsam. B kvartı üstəgəl 2 çıx 2B. Bir də B kvadratı üstəgəl 2 üstəgəl 2B. Bunda məxrəcində B kvartı üstəgəl 2B üstəgəl 2 var idi. Bundan da bu gedir. Qalıb B kvartı üstəgəl 2 çıx 2B. Gətirib 11'i yerinə yazıram. 11'in kvartı üstəgəl 2 çıx 2 vur 11. 22. Deyirik 11'in kvartı 121 çıx 22 eləyəcək 99. Üstünə çıxanda 101 eləyəcək cavab. 25-ci suala baxırıq. Simmetriya oxu x bərabərdir mənfi 2 olan bu parabolasının təpəsi. Simmetriya oxu ümumiyyətlə x bərabərdir m tənliyidir. Yəni təpə nöqtənin absisidir. İndi m demək təpə nöqtənin absisi mənfi 2'dir. Yəni simmetriya oxunun tənliyi x bərabərdir mənfi 2 isə burada m-dir. M də təpə nöqtənin absisidir. M-in düsturda mənfi b bölünsün 2a-dır. Burada b p plus 1'dir. Mənfi p plus 1 bölünsün 2a. 2a da 1'dir. Bunu bizə mənfi 2 verib. Mənfilər gedəcək. P plus 1 bərabərdir 4. P olacaq 3. P-ni tapdıq. Parabolanın deyir təpə nöqtəsi apsis oxu üzərindədir. Təpə nöqtə apsis oxu üzərindədirsə y onda 0'dır. Təpə nöqtənin y-i 0'dır. Təpə nöqtənin y-i də 4ac minus b kvartı bölünsün 4a üstündən tapılır. Bu 0'a bərabərdir. Onda 4ac minus b kvartı elə 0'a bərabərdir. Diskriminant 0'dır da belə deyək. 4ac. A'sı 1'dir, C'si 2'dir. Yəni 4 2 çıxılsın B kvadrat. B də P plus 1'dir. P'nin yerinə 3 qoysaq 3 üstəgəl 1 4 olacaq. Onda çıx 4'ün kvadratı. 16 bərabər 0. Buradan 4 2 bərabərdir 16. 2 olacaq 4. 2 4 P 3. Buranın cəmi istəyir olacaq 7. 26. Müstəvini kəsən parça. Deməli müstəvini kəsən parçanın uclarından və M orta nöqtəsindən uyğun olaraq A1, B1 və C1 nöqtəni kəsən paralel düz xətlər çəkilmişdir. Demək, müstəvini kəsən parçadır. A1 6, M1 9, A1. Bu A'dır, bu A1 buradır. Bu B'dir, B1'dir. M1'i məsələn orta nöqtədən buradan götürürəm. Tutaq ki, B daha yuxarıdadır. M1. Burada 9'dur. A1 6'dır. Müstəvini kəsərsə, onda orta nöqtədən müstəviyə qədər məsafə uc nöqtələrdəki məsafələrin fərqini yarısıdır. Yəni x-dan 6'nı çıxarıq. 2'yə bölüb bərabərlik 9'a. X çıx 6 bərabərdir 18, x bərabərdir 24. Bizdən BB1 parçasının istəyir 24 olacaq. 27. Ayın ədədi sistəsin uyğunluğu müəyyən edin. Demək bizə A13 var, A10 var. İndi əvvəl D-ni tapaq. D bərabərdir A9 çıx A4 bölünsün 9 çıx 4. Yəni 3 çıxılsın 4 bölünsün 5. Mənfi 5 demir. Yəni mənfi 0,2. 1'ə uyğundur C. Bu 1'indir. İndi A13'ü tapaq. A13 bərabərdir. D-ni tapmışıq da. A9 üstəgəl 4'dir. Birinci uyğun yazıram. A9 3'dür. D də mənfi 0,2'dir.
4-ə vuranda mənfi 0,8 edir. 3-ün üstünə mənfi 0,8 gələndə 2,2 edir. O yoxdur. A10'u tapaq. A10 bərabərdir A9 plus D. A9 3'dür. Üstünə mənfi 0,2 gələndə eləyəcək 2,8. Demək 2,8. A10 2,8. O da yoxdur. İndi S13 var. S13'ü də araşdıraq. S13 bərabərdir A1 plus A13. A1 plus A13. Bölü 2 vur 13. A1 ilə A13'ün indekslərini toplayanda 14 edir. Yəni 2 dənə A7 yazmaq olar. 2'lər gedər. A7 vur 13 qalar. A7'ni tapaq. A7 bərabərdir A4 üstəgəl 3D. A4 4'dür. 4 üstə gəlsin 3D. D də mənfi 0,2'dir. 0,2'ni buna vuranda eləyəcək mənfi 0,6. Bu da 3,4 eləyəcək. 3,4'ü 13'ə vuranda kəsrədə eləyəcək. Bu 156 demək bu deyil. Demək 1'ə təkcə C uyğun gəldi. İndi keçirəm 2'yə. 2'də bizə A2 ilə 6'nı verib. A2 ilə 6. D'ni tapmaq üçün A6'dan A2'ni çıxaram. Mənfi 3'dən mənfi 1'i çıxanda eləyəcək mənfi 4. Mənfi 2 daha doğrusu. Bölünsün 6 çıxılsın 2. Bu da 4. Bu eləyəcək mənfi 2'də 1. Yəni mənfi 0,5. Demək 2'yə uyğundur Y. İndi bizə A13 lazımdır. A10 lazımdır. S13 lazımdır. A13 A6 üstə gəlsin 7D'dir. A6 mənfi 3'dür. 7D, D'ni də mənfi 0,5 tapmışıq. 7'ni mənfi 0,5'ə vuranda mənfi 3,5 eləyir. Bu deyir mənfi 6,5. A13 bu deyil. Bu getdi. A10'u tapaq. A10 bərabərdir A6 üstəgəl 4D. A6 mənfi 3'dür. D'ni mənfi 0,5 tapmışıq. 4'ü mənfi 0,5'ə vuranda eləyəcək mənfi 2. Bu da mənfi 5 eləyəcək. Bu da deyil. S13'ü tapaq. S13 bərabərdir A1 plus A13. Yəni indekslərinə görə dedik 2A7 elədi. Bölü 2 eləcək A7 vur 13. A7 vur 13. A6 mənfi 3'dür. Üstünə bir dənə D gəlsək. D mənfi 0,5'dir. Bu deyəcək mənfi 3,5. Mənfi 3,5'i də 13'ə vuranda bunu verməyəcək. 156'ını verməyəcək. Ona görə bu da deyil. Demək 2'yə də təkcə Y uyğun oldu. Üçüncüyə baxaq. Üçüncüdə A5 var, A9 var. D'ni birinci tapırıq. 14'dən 10 çıxanda 4. 9'dan 5 çıxanda o da 4. D 1 oldu. D'nin bir qiyməti. D qalmayıb da. İndi A13'ü tapaq. A13 bərabərdir. A9 üstə gəlsin 4D. A9 14'dür. Üstə gəl D 1 olduğuna görə 4 1'in 4 eləyəcək 18. Demək 3'ə uyğundur A. A10'u tapaq. A10 bərabərdir A9 üstə gəlsin D. 14 üstə gəlsin D də 1 idi 15. Bu deyil. Demək B heç birisinə uyğun deyil. Bir dənə qaldı S13. S13'ü də tapmaq üçün A1 plus A13 A7 vur 13 oldu da. A7'ni tapaq. A7 bərabərdir A5 üstə gəlsin 2D. A5 10'dur. Üstünə gələm 2 vur 1. 2. 12. 12 vurulsun 13 oldu. Bu da 156 ilə budur. Demək bu 3'ün uyğun. Demək 1'ə uyğun oldu C. 2'yə uyğun oldu Y. 3'ə də A ilə D. 3'ə də uyğundur A ilə D. Demək cavab bu cür oldu. Keçdik situasiya suallarına. Situasiya suallarında demək şagirdlər bayram şənliyi üçün 15 ədəd göy, qırmızı və yaşıl rəngdə düzgün altı bucaqlı prizma formalı qutu hazırladılar. Hər bir qutunun yan səthinin açılışı 6 sm və 42 sm ölçülü düzbucaqlıdır. Həcmi isə bu şərtlər daxilində ən böyükdür. Qutulardan hər birinin oturacağı elə dairə formalı kartondan kəsilib hazırlanıb ki, itki ən az olsun. Demək, bir qutunun həcmini tapın. Demək, qutunun yan səthinin açılışı 6'nın 42'dir. Düzbucaqlı formasında da 6'nın 42. 6 42'dirsə, onda
bunun eni 6, uzunu 42 isə hərəsinə 7 düşəcək oturacağa. Bunu açanda 7 dənə 6 bucaqlı da 6 7-nin 42 olacaq. Yan tili də 6 olacaq. Qutunun həcmini istəyir. V bərabərdir. S oturacaq vurulsun H-dır. Düzgün prizmadır. S oturacaq tərəfi 7 olan 6 bucaqlıdır. 6 bucağının sahəsini tapmaq üçün 6 bucağının mərkəzdən təpələrə 3 xəttlər çəkirik. 3 bucaqlara tamamlayırıq. Burada da 6 bucaqlıda 6 dənə bərabər tərəfli 3 bucaq alınır. Çünki mərkəzi buradakı bucaq 360 bölü n ilə tapılır. 60 dərəcə olur. Ona görə məcbur bunlarda 60-60 düşür. Bərabər tərəfli 3 bucağın sahəsi a kvadratı köşkü 3 bölü 4. Yəni 7-nin kvadratı 49 köşkü 3 bölünsün 4-dür. Bundan 6 dənədir. Vurulsun h. H da elə 6-ya bərabərdir. Yan til. 6 6-dan 36 4-dən ixtisar gedəcək 9 qalacaq. 49 köşkü 3 vurur 9. 9 9-un 81 8 yadda 9 4-ün 36 o da 8 44 köşkü 3. 441 köşkü 3 olacaq birinci cavabı. Növbəti sual, bir qutunun oturacağı hazırlanarkən dairə şəkili kartonun ikiyə gedən hissəsinin sahəsini hesablayın. Demək, bir dənə qutu hazırlananda 6 bucaqlı kəsilib, dairədən kəsilib çıxarılır. Bizdən bu qıraqda qalan boşluqların deyir sahəsini hesablayın. Burada diqqət eləsək, bunun 6 bucaqlının böyük diagonalı çevrənin radiusu olur. Bu da 7 7 olduğuna görə elə həm 6 bucaqlının tərəfi 7-dir, həm də çevrənin radiusu 7-dir. S bərabərdir. Qıraqdakı hissələri tapmaq üçün dairənin sahəsindən 6 bucaqlının sahəsini çıxarıq. Pi r kvadratından S 6 bucaqlının sahəsini tapdıq bu yaxı. 49 köşkü 3 bölü 4 vur 6 oldu. Yəni 6 dənə bərabər tərəfli 3 bucağın sahəsi. Bu da gedəcək 2-də 3 vurulsun 49. 3-ü 49-a vuranda 3 9 27, 3 4 12. 147 köşkü 3 bölü 2. Demək, oldu necə? 147 köşkü 3 bölünsün 2. Pi r kvadratı. Pi'nin qiyməti təqribən 3 verib. R kvadratı 7-nin kvadratı 49 çıxılsın. 147 vurulsun köşkü 3-ün təxminən qiymətini 1,7 verib bölünsün 2. Bu hesablanacaq. Bu da verəcək 3 9 27 2-yə də 12 147-dən çıxacaq 147-ni çıxaraq mötərizə xaricinə bəlkə. 1 çıxılsın 1,7 bölü 2. Yəni 20-də 17. 100-də 85. 0,85. O da bərabərdir. 147 vurulsun 0,15. 147-ni 0,15'e vuracaq. Demək 147 vurulsun 0,15. 5 7'nin 35 3 yadda. 5 4'ün 20. 2 yadda 5 5 7. 7 4 1. 5 0 1 yadda. 2 1 yadda 2. 2 rəqəm 22,5. Demək 22,5 olacaq. Və sonuncu suala baxırıq. Son sualda 30 yaşıl qutuların deyir, 30-cu sual. Yaşıl qutuların sayı göy qutuların sayından 3 dəfə çoxdur. Yaşıl, göy, qırmızı. Yaşıl qutuların sayı göy qutuların sayından 3 dəfə çoxdur. X 3x. Qırmızı qutuların sayından isə 1 ədəd azdır. Onda 3x plus 1. Demək, yaşıl göydən 3 dəfə çox, qırmızıdan 1 ədəd azdır. Bunların cəmi neçə dənə? 15 ədəd. Cəmi 15 ədəd idi. Bunların cəmi 15-ə bərabərdir. 3, 3, 1. Eləyəcək 7x üstə gəl 1 bərabərdir 15. 7x bərabərdir 14, x olacaq 2. Onda yaşıl 6 dənə, göy 2 dənə, qırmızı 7 dənədir. 6, 2, 7. Bizdən soruşur ki, bu qutulardan 3'ü təsadüfi seçilir. Onda ehtimal bərabərdir kombinizon 15 elementdən 3. Seçilən qutuların hamısının eyni rəngli olması hadisəsinin ehtimalı. Burada məlum məsələdir, 3'ü də göy ola bilməz. Ya yaşıldır, ya da qırmızıdır.
Kombinezon 6'dan 3 üstə gəlsin kombinezon 7'dən 3 və ya da yəni. Üçünün də deyir eyni rəngli olması ehtimalı. 15'dən 3 bu verəcək 15 faktorial bölünsün 12 faktorial vurulsun 3 faktorial. 6'dan 3 6 faktorial bölünsün 3 faktorial vurulsun 3 faktorial. Üstə gəlsin 7 faktorial bölünsün 3 faktorial vur 4 faktorial. Bərabərdir. Demək 15'dən 12'ye qədər gedəcək bunun. 13, 14, 15 qalacaq. 13, 14, 15 bölünsün 3 faktorial yəni 6'ya. Yəni bu 3 faktorialı buradan ixtisar edək. 3 faktorialı çıxardıram mötərizə xaricinə gedir. Qaldı surətdə 3 faktorial 6 faktorial getdi 4, 5, 6. Üstə gəlsin bu da 4'e qədər gedəcək 5, 6, 7 qalacaq. Buradan 5, 6'nın 30'u çıxardıram mötərizə xaricinə. Qalır yerdə 4 üstə gəl 7, 11. 13, 14'ü 7 vurulsun 2 yazıram bir də 15. 2 vur 15, 30 eli gedir bundan. 7 13'ün 91'də 11 doğru cavab olacaq. Belə dəyərli izləyicilər, izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun. Növbəti videoda görüşərik.